Salam əziz icma əsaslı təhsil müəssisələri üçün müsahibə mərhələsinə hazırlaşan müdavimlər. Bugün sizlər üçün müsahibə mərhələsi üçün bir sıra hansı ki 2025-ci ildə müəllimələrimizə verilən suallar və ondan əlavə olaraq bu il sizlər üçün verilə biləcək suallar üzərində iş aparacağıq. Əslində canlı bir formatda bunu etmək istədim. Sadəcə olaraq müəllimələrimizin bir qisminin günorta saatları olduğu üçün və evdə olmadığını nəzərə alıb bunu video formatında təşkil edib YouTube kanalında paylaşacağım. Və sizlər belə videolarımızın daha çox olmasını istəyirsinizsə, müsahibəyə qədər hər gün ardıcıl belə izahlarımızın gəlməsini istəyirsinizsə, o zaman videonu bəyənirsiniz. Öz iş qrup yoldaşlarınız arasında paylaşırsınız. Videonun altına qəşəng şərhlərdən yazırsınız və kanalımıza abunə olursunuz ki, belə bu formada videolarımız daha çox müdavimin qarşısına çıxsın və onlar da yararlansın. Müəllimlər, birinci növbədə müsahibə mərhələsində uğur əldə etmək istəyiriksə, ilk öncə diqqət yetirməli olduğumuz məqam nədir? Özümüzə inamımız. Bir müəllimə əgər özünə inanırsa, özünə güvəni varsa, onun edə bilməyəcəyi, adlaya bilməyəcəyi bir mərhələ yoxdur. Yəni, bunu qəti şəkildə beynimiz alsın, qəbul etsin. Və biz bilməliyik ki, bir mərhələdən adlamaq istəyərkən özümüzə inamlı olmalıyıq. Ola bilər, sənin bu mövzu haqqında ümumiyyətlə məlumatın yoxdur. Amma sən elə bir cavab verə bilərsən ki, səmimiyyətinlə, özünə inamlı davranışınla o qarşındakı komissiya üzvünün könlünü alarsan. Yəni, sənin özünə inamın hər şeyin başında gəlir. Birinci növbədə şərtimiz özümüzə inanmağımızdır. Biz əgər miqdə, müsahibədə fərq etməz, uğur əldə etmək istəyiriksə, özümüzə inamımız tam olmalıdır. Və deməliyik, biz bunu bacaracağıq. Mən bunu bacaracağam. Bu iş mənimdir. Yəni, deməməliyəm, ay görəsən necə olacaq, qəbul olacaq mı, olmayacaq mı? Yox, olacam. Bu iş mənimdir. Və görəcəksiniz ki, həqiqətən də bu inamlı addımınızla, bu öz güvəninizlə o iş sizindir. Və bunun üçün geyiminiz ilk öncə, geyiminizə diqqət yetirirsiniz. Ola bilər onlayn olsun, amma geyim, səliqə, səhman müəlliməliyinizdən xəbər verməlidir. Yəni, siz bir Azərbaycan xalqının nümayəndəsi olaraq, bir müəlliməsi olaraq öz, necə deyim, o geyiminizlə, o səliqənizlə, o səhmanınızla, hətta nitqinizin belə səliqəsi ilə tam olaraq mən tam bir mədəni müəlliməyəm, məndə mədəni davranış, etik prinsipi öz yerindədir, qaydasındadır deyərək sanki ilkin təəssürat formalaşdırmalısınız. Çünki birinci növbədə hər yerdə, hər şeydə görünüş çox önəmlidir. Birinci sizi görünüşünüzə görə qəbul edəcəklər, sonra isə sizin verdiyiniz cavablara görə sizi yola salacaqlar. Ona görə çox diqqətli oluruq. Birinci növbədə sizə ola bilər ki, desinlər, özünüzü təqdim edin. Özünüzü təqdim edirsiniz. Ondan sonra sizə sual verə bilərlər. Həmişə demək olar ki, suallarının başında icma əsaslı təhsil müəssisəsi nədir sualı gəlir və yaxud sən icma əsaslı təhsil müəssisəsini necə izah edərsən gəlir. Siz bunu həm qayda olaraq, həm də mənə görə deyərək başlaya bilərsiniz. Məsəl üçün, mənim üçün icma əsaslı təhsil müəssisəsi uşağın təhsilində, inkişafında, ailə ilə, təhsil müəssisəsi və icmanın bircə əməkdaşlığını təmin edən bir mühitdir. Mən bunu belə təsəvvür edirəm. İkinci bir sual. Nə üçün səni bu işə götürək? Nə üçün sən bu müəssisədə, icma əsaslı müəssisədə çalışmaq istəyirsən? Ay Leyla xanım, məsəl üçün, ay Lalə xanım. Siz də deyirsiniz ki, mənim uşaqlarla işləməyi sevməyim, uşaqlara qarşı olan sevgim, onların inkişafına dəstək olmağı sevməyim, ailələrlə əməkdaşlıq edərək uşağın təhsilinə müsbət təsir göstərməyi istəməyim məni bura gətirib çıxarıb. Yəni, sınıf olaraq mən uşaqlarla işləməyi sevirəm, ailələrlə əməkdaşlıq etməyi istəyirəm və bunun üçün nə lazımsa edəcəm deyə düşünürəm ki, buradayam mənasında cavabımızı veririk. Və həmişə cavablarımızda səmimiyyət çox önəmlidir. Gülər üz çox önəmlidir. Ümumiyyətlə, bir insanın əsas, belə deyək, keyfiyyəti nədir? Onun
hal-hazırda bilirsiniz, cəmiyyət olaraq çox stresli bir cəmiyyətik. Cəmiyyət olaraq çox belə aqressiv bir cəmiyyətik və bizdən də ən birinci orada müsahibə mərhələsində yoxladıqları nədir? Bu müəllimənin aqressivliyi varmı? Sabah bu icma əsaslı təhsil müəssisəsində uşaqlara necə davranacaq? Necə onlarla davranış nümayiş etdirəcək? Həqiqətənmi onları sevəcək, yoxsa bu sözdədirmi? Onu aşkara çıxarmağa çalışırlar. Ona görə nə etmək lazımdır? Səmimi, güləriz formada. Ola bilər sizi necə deyim, qıcıqlandıracaq sual versinlər. Ola bilər sizi necə deyim, sualı versinlər, sizə baxmasınlar, sizə təmas qurmasınlar. Sizi yoxlamaq üçündür, sizi psixoanaliz etmək üçündür. Bunların hamısının səbəbi sizsiniz. Görün bu müəllimə hansı reaksiyanı verir. Mənə bu gün verdiyi reaksiya sabah uşağa verdiyi reaksiya deməkdir. Ona görə yəni bunlarda çox diqqətli olmaq lazımdır. Və sizə sual verəcəklər ki, müəllimə, yaxşı biz sizi qəbul etdik. Siz bu işlə təmin olundunuz. Bəs getdiyiniz icma əsaslı təhsil müəssisəsində sizin belə deyək, götürdüyünüz uşaqların təhsilə qarşı marağı yoxdur. Yəni onlar təhsilə maraqlı şəkildə qoşulmaq istəmirlər. Siz nə edirsinizsə onlar təhsildə maraqlı deyirlər. Neyniyərsiniz bir müəllimə olaraq? Necə onları cəlb edərsiniz? Hansı metodlardan istifadə edərsiniz? Hansı yanaşmanı irəli sürərsiniz? Təbii ki, siz də bir müəllimə olaraq və hal-hazırda icma əsaslı təhsil müəssisəyə hazırlaşdığınız qədər bir çoxunuz bilirəm ki, MİQ-ə də hazırlaşırsınız. Və MİQ-ə hazırlaşdığınız dönəmdə yəqin ki, uşaq yönümlü təhsili bilirsiniz. Demokratik təhsil mühitini bilirsiniz. Uşaq yönümlü təhsil nə deməkdir? Uşağın meyli marağı deməkdir, potensialı deməkdir, təhsil tələbatının qarşılanması deməkdir. Və bu təhsil tələbatının qarşılanması zamanı uşaqların marağının, meylinin nəzərə alınaraq təhsil tələbatının qarşılanması deməkdir. Deməli, mən nə edəcəm? Cavabımda bu nöqteyi nəzərdən onlara cavab verəcəm ki, onlar görsünlər ki, həm mən uşaq yönümlü təhsildən xəbərdaram, həm demokratik təhsil mühitindən xəbərdaram. Yəni, hər tərəfli kompleks bir biliyə sahibəm. Bunun özü çox gözəldir. Məsəl üçün, deyir, necə artırarsınız marağı? Hə, Lalə müəllimə. Deyəcəm ki, uşaqların marağını, ehtiyacını müəyyən edərəm ilk öncə. Görün, bu uşaq nə ilə maraqlanır, nəyə qarşı meyli var, bu uşaq neynəməyi sevir ümumiyyətlə. Bunu birinci üzə çıxardaram. Daha sonra onun o meylini, marağını üzə çıxardandan sonra həmin meyl marağı üzrə oyunlar, fəaliyyətlər, yaradıcı tapşırıqlar, həvəsləndirici yanaşmalardan istifadə edərək uşağın təhsilə qarşı marağını artıraram. Gördünüzmü? İndi sual verə bilər. Bəs uşaq yönümlü təhsil dediniz. Nədir bu uşaq yönümlü təhsil? Deyirsiniz, uşaq yönümlülük prinsipi, uşaq yönümlü təhsil dediyimiz zaman burada uşaqların seçimlərinin, uşaqların fərqliliyinin, uşaqların potensialının, uşağın marağının, meylinin, təhsil tələbatının ödənilməsindən söhbət edəcək. Demokratik təhsil nədir? Demokratik təhsil əvvəl belə idi ki, biz avtoritar təhsil mühitində idik və yaxud belə deyək, ənənəvi təhsil mühitində idik. Müəllim uşağı obyekt olaraq görürdü, amma demokratik təhsil mühitində, şəxsiyyət yönümlü uşaq yönümlü təhsil sistemində müəllim uşağı da özü qədər şəxsiyyət kimi görür və ona da şəxsiyyət kimi yanaşır. Subyekt yanaşmasını artıq müəllimə təhsilə gətirmiş olur. Daha sonra uşaq məşğələnizdə iştirak etmək istəmir. Nə edərsiniz? Cavab verirsiniz, onu məcbur etmərəm, səbəbini öyrənməyə çalışaram, uşağın marağına uyğun fəaliyyət seçib, onu tədricən prosesə cəlb edərəm. Yaxşı, və sizin qrupunuzda olan uşaq digər uşaqlarla ünsiyyət qurmaqda çətinlik yaşayır. Necə kömək edərsiniz? Uşağı dəstəkləyərəm. Onu birinci növbədə belə bir fikir var. Deyir ki, iş formalarının yeni formatında. Deyir ki, bizim verdiyimiz uşaqlara iş formaları ki var. Məsəl üçün cütlər, qruplar, kollektiv ən sonda. Cütlər iş forması uşağı qruplar iş formasına hazırlayır. Qruplar iş forması uşağı kollektiv iş formasına hazırlayır. Mən də bunu tətbiq edərək uşaqların bir-biri ilə ünsiyyət qurması üçün əvvəlcə onları kiçik qruplarda, kiçik fəaliyyətlərdə cəlb edərəm ki, biraz sosiallaşsınlar. Daha sonra isə daha böyük kollektiv iş formasında və yaxud məsəl üçün ünsiyyət qurması üçün cuşələr
təşkil edə bilərik. Tikinti quraşdırma güşəsi çox əlverişlidir. Həmin fəaliyyətlər hesabına uşaqların bir-biri ilə ünsiyyətinə şərait yaradaram. Uşaq tez-tez ağlayır. Neyniyərsiniz? Bu sual birbaşa olaraq sizin psixoanalizinizə yönəlib. Görün, müəllimə uşağın ağlamasına qarşı hansı reaksiyanı verəcək? Nümunə cavabımız necədir? Sakit şəkildə uşağın yanında olaram. Onu dinləyərəm. Niyə ağlayırsan Ayxan? Nə baş verir? Nə üçün ağladın? De görüm hələ bir müəlliməyə. Səbəbini anlamağa çalışaram. Əgər ciddi bir məsələdirsə, ola bilər uşaqlar ən çox nədən ağlayır? Oyuncaq üstündə ağlaya bilər və yaxud bağçaya icma əsaslı təhsil müəssisəsinə yeni gəlib valideyn üçün ağlayır. Əvvəlcə səbəbini müəyyənləşdirərəm, sonra bu səbəbi aradan qaldırmağa çalışaram və uşağa rahatlıq verərəm. Uşaq digər uşaqlara qarşı aqressivdir. Hansı ki, son dönəmlərdə uşaqlarımızda görülən bir faktdır. Uşaqlar aqressivdir, digər uşağı dişləyir, onu belə deyək, narahat edir, bullyinqə məruz qoyur. Neyniyərsiniz? İlk növbədə təhlükəsizliyini təmin edərəm. Yəni, birinci növbədə digər uşağın təhlükəsizliyini, hansı ki, bir uşaq digər uşağa qarşı aqressivdirsə, mən digər uşağın təhlükəsizliyini təmin edib, sonra uşağın davranışının səbəbini araşdıraram. Ola bilər, ailə mühiti ilə bağlıdır, ola bilər, uşaqla bağlıdır, ola bilər, sevmədiyi bir hadisə baş verib, onunla bağlıdır. Əvvəlcə onun bir kökünə inərəm, görüm, bunun səbəbi nədir? Bu nədən qaynaqlanır? Həmin səbəbi aradan qaldırmağa çalışıb, uşaqda ola bilər ki, ən gözəl məqam nədir? Məsəl üçün, 2 dənə kuklanı götürərsiniz əlinizə. O kuklaları bir-biri ilə danışdıraraq, bunun düzgün bir davranışı olmadığını uşağa izah edərsiniz. Yəni, oyun formatı. Baxın, çox gözəl bir cavabdır və bu onları da qane edəcək. Daha sonra, valideyn uşağın davranışından narazıdır. Məsəl üçün, deyir ki, mən uşağımın filan davranışını sevmirəm, narazıyam. Yəni, bunu sizə bildirir. Necə davranarsınız? Valideyni diqqətlə dinləyərəm, problemi birlikdə müzakirə edərdim, uşağı günahlandırmadan vəziyyətə uyğun həll yolu tapmağa çalışardım. Yaxşı, uşağa bir tapşırıq vermişsiniz və uşaq həmin tapşırığı yerinə yetirməkdən imtina edir. Nə edərsiniz? Birinci növbədə mənim verdiyim tapşırığın yerinə yetirməkdən əgər uşaq imtina edirsə, əgər orada bir səbəb var deməli, ya onun üçün maraqlı deyil, ya yaşına uyğun deyil, ya da başqa bir şeydir. Birinci növbədə yenə səbəb. Yəni, həmişə bir orada nə var? Səbəb var. Səbəbini aydınlaşdırmaq lazım ki, niyə? Niyə görə bu uşaq bu tapşırıq etmək istəmir? Ya maraqlı deyilsə, ona maraq qataram. Və yaxud, əgər tapşırıq uşağa çətindirsə, onu mən biraz yüngülləşdirərəm. Sakit söhbət apararam. Görüm, bu uşaq neynəmək istəyir? Yaxşı, bu tapşırıq istəmir. Bəs hansı fəaliyyətlə məşğul olmaq istəyir? Həmin fəaliyyətin içərisinə qatıb o tapşırığı uşağın yerinə yetirməsinə şərait yaradaram ki, həm onun marağını qarşılayım, həm də uşaq mənim verdiyim tapşırığı yerinə yetirsin. Bu formada yadımızda qalsın. Valideyn sizin icma əsaslı təhsil müəssisənizlə maraqlanmır. Nə edərsiniz? Birinci növbədə biz hər zaman təşəbbüskar olmalıyıq, deyirik. Yəni, biz təşəbbüskar, hər zaman ilkin addımı biz atmalıyıq. Yəni, valideynlə hər zaman əlaqəni qurmağa biz cəhd göstərməliyik. Valideyn bunu istəməsə belə, biz dəfələrlə cəhd göstərməliyik. Biz təşəbbüskar olmalıyıq. Biz kommunikasiya bacarığımızdan istifadə etməliyik. Valideyni ələ almaq qabiliyyətimizdən istifadə etməliyik. Hətta asosial valideyni belə danışdırmağa çalışmalıyıq. Bunun üçün də valideynlə əlaqə yaratmağa soruşaram. Yəni, niyə görə təhsil müəssisəsinə gəlmirsiniz? Niyə görə bir övladınızla əlaqədə, kontaktda olmursunuz? Bunun bir səbəbini aydınlaşdırmağa çalışaram və daha sonra uşağın inkişafında valideynin rolu haqqında valideyni məlumatlandırıb, valideyni mümkün qədər prosesə cəlb edərəm. Əgər bu da mümkün olmasa, valideyn və uşaq günü təşkil edərəm. Həmin gün uşaqlar üçün və valideynlər üçün rollu oyunlar təşkil edərəm. Onları bircə fəaliyyətə cəlb edərəm ki, valideyn artıq bu kimi fəaliyyətlərdə daha maraqlı olsun. Müəllimlər, bu gün sadəcə 10 sualınızı cavablandıracağam. Bundan əlavə, burada bizim müxtəlif sayda suallarımız var. İnşallah ki, sabah ərzində digər sualları cavablandırmağa çalışacağam ki, buradakı sualların hər biri sizin sabah
icma əsaslı təhsil müəssisəsinə qəbul üçün verəcəyiniz müsahibə mərhələsində qarşınıza çıxacaq suallardır. Məsəl üçün, icma uşaqlar üçün hansı imkanları yarada bilər? Sizcə uşağın inkişafında oyun niyə vacibdir? Yəni, bunların hamısı birbaşa olaraq sabah icmanın müsahibə mərhələsində qarşınıza çıxacaq və bu tipdə PDF-lərimiz olduqca boldur və hər biri ödənişli dərslərimizdə sizlərə atılıb, sizin inkişafınız üçün təkan verəcək. Uşaqların hüquqları haqqında soruşa bilərlər, təhlükəsizliyi ilə bağlı soruşa bilərlər, sizdən qorxarsa nə edərsiniz? Çünki bu suallar həmişə MİQ-in müsahibə sualları ilə bir-birini tamamlayır. Sadəcə bəzi yerlərdə bəzi məqamlar var, onları da mən özüm aydınlaşdıracağım ki, hansı məqamlardır. Bu qaydada videonu bəyənirsiniz, kanalımıza abunə olursunuz və belə videolarımızın gəlməsini istəyirsinizsə, daha çox müəlliməyə videomuzu paylaşırsınız, kanalımıza abunə olmağı unutmursunuz. Həmçinin ödənişsiz qrupumuzun da linkini paylaşacağım ki, onu da öz qrup yoldaşlarınızla paylaşaraq qrupumuzda ödənişsiz təlimlərimizdən yararlana bilirsiniz. Uğur arzu edirəm hər birinizə. Arzu edirəm ki, uğur sizlərlə olsun. Əsas etibarilə bir işə daxil olarkən maddiyyatı düşünməyin qəti şəkildə. Ay bunun maaşı 200-dür, ay bunun maaşı 250-dir. İnanın mənə, sevərək yerinə yetirdiyiniz hər iş sizə öz bəhrəsini verərək geri dönüş edir və bunu düşünərək, əgər bunu həqiqətən sevərək, istəyərək yerinə yetirəcəksinizsə, inanın mənə, oradan sizə elə imkanlar, elə şəraitlər açılacaq ki, özünüz belə şokda qalacaqsınız. Yəni ki, deməli, buradan da belə bir fürsət əldə etmək olarmış deyərək daha yaxşı imkanlara, daha yaxşı və daha böyük uğurlara imza atacaqsınız inşallah. Sadəcə inanın, istəyin və əzmkar bir mübadilə apararaq bunun üçün zəhmət çəkin. Zəhmət hər zaman öz bəhrəsini verir və inanıram ki, siz də öz zəhmətinizin, öz əziyyətinizin bəhrəsini bu müsahibədə uğurlu nəticələrlə əldə edəcəksiniz. Hər birinizə uğur arzu edirəm. Hər birinizi necə deyərlər, indidən müsahibə mərhələsi üçün necə deyərlər, motivasiyalandırmağa çalışıram ki, inşallah yüksək nəticələrlə hər birinizin geri dönüşünü alaq. Görüşənə qədər müəllimlər, inşallah yeni videomuzda görüşərik.